Uşağın maşını idarə etməsi ilə bağlı növbəti fakt aşkarlanıb, azyaşlının maşın sürməsi təhlükə yaratdı. Polis bununla bağlı araşdırmaya başlayıb. Belə ki, paytaxtın Binəqədi rayonunda azyaşlının avtomobil idarə etməsi ilə bağlı kadrlar yayılıb. Sosial şəbəkələrdə bildirilib ki, hər gün Heydər məscidinə yaxın ərazidə bir qrup insan maşınlarını azyaşlılara verirlər. Onlar da yolda təhlükəli vəziyyət yaradırlar. Şikayətçilər bu barədə tədbir görülməsini xahiş ediblər. Sosial şəbəkədə azyaşlının nəqliyyat vasitəsini idarə etməsini əks etdirən görüntülərlə bağlı araşdırma aparılır. Bu barədə Baş Dövlət Yol Polis İdarəsindən məlumat verilib. İdarədən bildirilib ki, azyaşlıların nəqliyyat vasitəsini idarə etməsi yol verilməzdir. Bu kimi hallar həm onların özlərinin, həm də digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün birbaşa təhdid təşkil edir. Valideynləri və nəqliyyat vasitəsi sahiblərini daha məsuliyyətli olmağa çağırırıq. Uşaqların nəzarətsiz qalmasına, sükan arxasına əyləşməsinə və avtomobilə müdaxilə etməsinə şərait yaradan şəxslər qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Bu kimi halların qarşısı dərhal alınmalı, azyaşlılar üzərində nəzarət təmin edilməlidir. Məlumatda bildirilib.